Əl-Mulk, Mülk surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Mülk əlində olan nə qədər xeyirxahtır. O, hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan O'dur. O, qüdrətlidir, bağışlayandır. 7 göyü təbəqələr şəklində quran O'dur. Sən mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir. Heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb yaxan od əzabı hazırlamışıq. Rəbbinə qarşı çıxanlar cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultu ilə qaynadığını eşidəcəklər. Cəhənnəm qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar. Məyər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi? Onlar deyəcəklər. Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb, Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz demişdik. Onlar deyəcəklər, əgər biz dinləsəydik və ya anlasaydıq, alov şölələri saçan od sakinlərinin içində olmazdıq. Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri. Həqiqətən öz Rəbbindən onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də fərqi yoxdur. Allah kökslərdə olanları bilir. Yaradan Allah lətif və hər şeydən xəbərdar olduğu halda ola bilərmi ki,